بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين، نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه أجمعين. أما بعد. Her şeyden önce Akşin kardeşimizi tebrik ederim. Allah Subhanahu ve Teala onun bu evliliğini hayırlı, bereketli etsin. Valideynlerini tebrik ederim. Allah Subhanahu ve Teala bu evlilikte ne kimi hayırlar var, onlara nasip etsin. Ve arzusunda olan bütün gençlere böyle güzel evlilikler Rabbimiz nasip etsin. Hakikaten de evliliği insanın hayatında çok güzel alametler, günlerden birisidir. Çünkü evliliği Allah Subhanahu ve Teala'nın bir ayetidir. Aynı zamanda Allah Resulü sallallahu aleyhi ve sellemin gençlere tavsiyesidir. Allah Resulü sallallahu aleyhi ve sellem gençlere dua ederdi. Çünkü dua evliliği hayatında, evliliğin ıslah olması için, ailenin hoşbəxt olması için en güzel amillerdendir. Ve buyurardı ki: Barakallahu lekuma ve baraka aleykuma ve cema'a beynekuma fi hayrin. Allah size hayır, bereket versin ve sizleri hayır, bereket üzerinde cem etsin. Ve istəyərdim ki bu güzel mecliste her bir ailenin arzuladığı ve her bir evlenen ki gencin Allah'tan arzuladığı, istediği saadet hakkında, hoşbəxtçilik hakkında kısa bir hatırlatma etmek istəyərdim. Onun sebepleri, necə etməliyik ki ailemiz hoşbəxt olsun, saadet içinde olsun. İlk önce dinimiz bizlere buyurur ki kadın seçerken evlilikte düzgün seçim etmeyi, salihe kadın seçmeyi. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki 4 şey ile kadınla evlenilir. Onlardan birincisi onun ahlakı, güzelliği, nesebi. Sonunda da buyurur ki dini. Ve hadisin sonunda buyurur fezhar li ehli din. Din ehline üstünlüğü ver. Çünkü onların her birisi gidecek, ona kalan yalnız onun dini olacak. Ve güzel seçim etmeyi. Ve Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki bu dünyanın saadeti 4 şeydedir. Birincisi salihe kadın, ikincisi rahat mini, geniş mesken ve güzel komşu. Ve sonra evliliğin güzel olması için, hoşbəxt olması için her zaman Allah Subhanahu ve Teala'dan istemeliyiz. Çünkü müveffakiyet Allah'tandır. Hoşbəxtçilik, saadet Allah'tandır. Bunu Allah'tan her birimiz istemeliyiz, yəqinliklə. Ve üçüncüsü evlilikte olan saadetin açarlarından, amillerinden birisi de odur ki güzel davranış. Her iki taraf birbirleriyle güzel davranmalıdır. Bunu dinimiz bizlere, Rabbimiz bizlere öğretir.
Necə ki, Rəbbimiz ayət-i kərimədə buyurur ki, وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ Onlarla gözəl davranın deyə tövsiyə edir bizlərə. Və dördüncüsü, qarşılıqlı ehtiram, qarşılıqlı hörmət və belə olduğu zaman ailədə də səadət olur, xoşbəxtçilik olur. Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً Öz nəfslərinizdən zövcələr xəlq etməsi Allah Subhanahu wa Ta'ala'nın ayətlərindəndir. لِتَسْكُنُوا إِلَيْهَا Onlarla yaşayasınız, məskən salasınız deyə. وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً Və sizlərə Allah Subhanahu wa Ta'ala məvəddə, rəhmə, yəni rəhmət, şəfqət verir əllə arvad arasına. Və sonra beşincisi, ailədə xoşbəxtçiliyin sirlərindən beşincisi odur ki, ehtimam etmək, diqqətli olmaq. Çünki qadın diqqəti sevir. Çünki evləndikdən sonra artıq məsuliyyətimiz artır. İnsan ehtimam etməlidir, ailəsinə qarşı diqqətli olmalıdır ki, bu ailədə xoşbəxtçilik olsun. Və altıncısı və mühüm olan səadətə aparan gözəl yollardan birisi də onlara əxlaqı öyrətmək, dinimizi öyrətmək, Allah və Rəsulunun dinini öyrətmək, necə yaşamağı onlara öyrətmək. Çünki insan evləndikdən sonra onun üzərinə məsuliyyət düşür. Necə ki, Rəbbimiz Təhrim surəsində buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu Ey iman gətirənlər, Qu ənfusəkum və əhlikum nəra və quduhən-nəsu vəl-hicara Ey iman gətirənlər, öz nəfsinizi və əhlinizi, ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Yəni, biz qorumalıyıq onları. Ailə başçısı onlara öyrətməlidir. Həyat yoldaşına, eyni zamanda övladlarına dinimizi gözəl şəkildə öyrətməlidir ki, çünki bütün xoşbəxtçilik, bütün saadət dinimizdədir. Və sonuncu da xoşbəxtçiliyin sirlərindən ət-təğaful, yəni görməməzlikdən gəlmək. Xətasız insan yoxdur. Ailədə hər bir xətanı böyütməmək. Bəli, elə məsələlər var ki, onları ciddiyə alırsan. Ancaq elə xətalar var ki, onlara görməməzlikdən gəlirsən. Necə ki, Hasanul Basri rahiməhullah buyurur ki, Mə zələt təğafulu min fi'lil kiram. Təğaful, yəni görməməzlikdən gəlmək böyük insanların işidir. Hər xətaya takılsan, onun üzərində qalsan, vallahi o ailədə heç vaxt səadət olmaz, xoşbəxtçilik olmaz. Ona görə görməməzlikdən gəlmək lazım bəzi şeyləri. Və bilməliyik ki, hər kəs xəta edə bilər. Necə ki, Allah Resulü buyurur ki, Kullu bəni Ədəmə xatta. Hər bir Adəm övladı xəta edir. Və xayrul xattainə təvvabun. Və sizlərin xəta edənlərin ən xeyirliləri tövbə edənlərdir, qaydanlardır. Və yenə İmam Əhməd rahiməhullah buyurur ki, gözəl əxlaqın 9-u, gözəl əxlaq 10-dur, 9-u
görməməzlikdən gəlməkdədir. Təğafuldədir. Yəni görürsən, bilirsən, ancaq onu böyütmürsən. Onu görməməzlikdən gəlirsən. Və beləliklə ailədə xoşbəxtçilik, səadət olur. Çünki bu amillər, bu gözəl səbəblər bizlərə, İslam dini bizlərə göstərir ki, ailə səadətini tapsın, xoşbəxtçiliyini əldə etsin. Çünki insan ailəsində səadət olmadıqca həyatda rahatlıq tapa bilməz. Əgər ailədə rahatlıq yoxdursa, xoşbəxtçilik yoxdursa, o kişi harada getsə rahatlığı tapa bilməz. Ona görə insanın səadəti, xoşbəxtçiliyi evindən başlayır. Evindən rahat çıxarsa, işinə rahat gedərsə və getdiyi yerinə rahat gedərsə, o da onun ailəsinin rahat qoyub, əmin olub getməsi ilə olur. Allah Subhanahu wa Ta'ala tüm müsəlmanlara ailə səadəti versin, xoşbəxtçiliyi versin. Allah Subhanahu wa Ta'ala bütün arzusunda olan bütün gənclərə gözəl, səadətli, xoşbəxt evliliklər nəsib etsin. Allah hər birimizi eşli faydalanlardan etsin. Bir daha qardaşımızı təbrik edirəm. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.